10 illər boyu Azərbaycanın ərazilərinin işğalı faktına göz yuman qurumlar beynəlxalq hüququn bərqərar olmasına sevinmək əvəzinə separatçılığa dəstək verən açıqlamalar verir, qətnamələr qəbul edir. İkili standartlar ortaya qoyan populist və faşist ideologiyasının tərəfdarları Avropa Parlamentində hazırda söz hüququna sahibdir. Avropa Parlamentinin Azərbaycan əleyhinə qarayaxma kampanyası Rüstəm Mikayılzadənin süjetində. Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac. Bu, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin adıdır. Əslində adı pozitiv təəssürat yaradır. Qətnamənin mətni isə bu təəssüratı alt-üst edir. Belə ki, əsas mahiyyəti Azərbaycan əleyhinə ittihamlardan ibarətdir. Sənəddə Laçın dəhlizinin blokadası, Dağlıq Qarabağın qalan hissəsinə hücum və 100 min erməninin etnik təmizlənməsi və s. bu kimi çoxdan qırxı çıxan ifadələr də yer alıb. Bu, Avropanın qurum və təşkilatlarından Azərbaycana yönələn ilk belə addım deyil. Xüsusilə Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra bu növ qərəz dozasını aşan qətnamələr daha da çoxalıb. Son zamanlar orada keçirdiyimiz görüşlərdə hər dəfə mən görürəm ki, Avropa Parlamentində populist, ultrasağ, faşist ideologiyasına istinad edən siyasətçilərin sayı artmaqdadır. Təəssüf ki, bu siyasəti dəstəkləyən partiyalar hal-hazırda Avropa Parlamentində əsas çoxluğu təşkil edirlər. Bugün belə bir təəssürat yaranır ki, Avropa Parlamentində edilən çıxışlar, qəbul edilən qətnamələrin hamısını sanki İrəvanda hazırlayıb təqdim edirlər. Onlar da bunu səsləndirirlər. Siyasi müşahidəçilər hesab edir ki, Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyətinin kökündə həm də rəsmi Bakının qərb yönümlü deyil, milli maraqlara əsaslanan siyasətidir. Biz bir qayda olaraq görmüşük ki, idarə olunan rejimlər Avropa dövlətləri strukturları üçün məqbul hesab olunur. Azərbaycanın iradəsi ilə Cənubi Qafqaz regionunda formalaşmış yeni geosiyasi reallıqlar Avropa tərəfindən həzm olunmur. Çünki Avropaya müdaxilə imkanları olan Cənubi Qafqaz regionu lazım idi. Azərbaycan isə bu müdaxilə imkanlarını tamamilə aradan qaldırdı. Məsələ ilə bağlı Milli Məclis də bəyanat qəbul edib. Bəyanatda qeyd olunub ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin Azərbaycanafob, İslamofob, şovinist və irqçi qüvvələrinin qanuni təmsilçisinə çevrilib. Öz növbəsində Xarici İşlər Nazirliyi qətnaməni Azərbaycana qarşı növbəti ikili standartların bariz nümunəsi adlandırıb. Qətnamədə ümumilikdə beynəlxalq əlaqələrə zidd olan və siyasi etikadan kənar ifadələrin təhqiramiz ifadələrin səsləndirilməsi və cəfəng ideyaların səsləndirilməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların irəli sürülməsi bir daha Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini üzə çıxarır. Baş verənlərdən aydın olur ki, Avropa Parlamentinin adını sülh-yönümlü qoyduğu qətnamə heç də təqdim etdikləri xarakteri daşımır. Ekspertlərin fikrincə əslində təşkilat geosiyasi maraqları üçün Ermənistandan istifadə etməklə yanaşı, təsir dairələrinə daxil edə bilmədiyi Azərbaycanı cəzalandırmağa çalışır. Belə siyasətin uğursuzluğu ilə bağlı faktlar postsovet məkanında kifayət qədər olsa da, bəlkə bu dəfə alındı prinsipinə söykənən siyasət hələ də davam edir.